Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə cümlənin şəxsə görə növləri mövzusunun testlərini izah edəcəyik. Çalışacağım qaydalar haqqında da geniş məlumat verim. Başlayaq. Birinci mövzumuz müəyyən şəxsli cümlələrdir. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümləni müəyyən edin. Kitab alırdı. Nə edirdi? Alırdı xəbər. Bildiyiniz kimi xəbərin altından iki düz xətt çəkilir. Nəyi alırdı? Kitabı. Bu isə nə olacaq? Tamamlıq. Deməli, nə üçün kitab tamamlıq oldu burada? Çünki qeyri-müəyyən təsirlik halıdır və biz onu müəyyən təsirlik hala çevirə bilərik. Yəni ki, kitabı alırdı. Kim? O. Yəni, bu cümlənin mübtədası əslində üçüncü şəxs olmalıydı. Cavab A deyil. Dünəndən onu axtarıram. Biz bu tipli cümlələrdə nəyə fikir verməliyik? Sondakı şəxs sonluğuna. Gördüyünüz kimi bu birinci şəxsə aiddir. Deməli, axtarıram kim? Mən. Yəni bu cümlənin mübtədası mən olmalıydı. C bəndinə də baxaq. Gözəl güllər məktəbin həyətində idi. Həyətində idi. Deməli, məktəbin həyətində üçüncü nöqtənin söz birləşməsidir, xəbərdir. Nə? Güllər mübtədadır. Hansı güllər? Gözəl güllər. Bu isə təyin olacaq. Demək, cavab da C olmayacaq. Çünki bizdən yalnız baş üzvləri soruşur. Ağıllı sözü eşitmək də ağıl əlamətidir. Ağıl əlaməti, yəni ağılın əlaməti xəbər. Nə? Ağıllı sözü eşitmək də mübtəda. Çünki burada maqmək məstərdir. Məstər də özündən əvvəl gələn sözlər 99% tərkib altına alır. Cavab olacaq D bəndi. Siz daha bunu düşünməyin. Düşünməyin xəbər kim? Siz nəyi? Bunu tamamlıq. Bizdən sadəcə baş üzvləri soruşur. Sual 2. İsmi xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Nəyə tapmalıyıq? İsmi xəbərli. Gəlin baxaq. Dolmuşdu, feildir, C olmayacaq. Olmayaq, feildir, C olmayacaq. Qaldı artıq 2. Fərhadın qardaşı dostumdur. Nədir? Dostumdur xəbər. Kim? Fərhadın qardaşı. Cavabımız elə olacaq A bəndi. Əsrin əvvəlləri. Üçüncü nöqtənin söz birləşməsi təkcə xəbərdən ibarətdir cümlə. Təbiəti qorumaq işinə etinasız olmayaq. Kim? Biz. Bunun mübtədası biz olmalıydı. O da buraxılıb işlənməyib. Kənd adamları sevinirdilər. Nədir? Sevinirdilər. Bu da gördüyünüz kimi nədir? Feildir. Çünki bizdən ismi xəbəri soruşur. Cavab nə olacaq? A bəndi. Sual 3. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlə hansıdır? Tikintidə işlər get-gedə sürətlənirdi. Nə edirdi? Sürətlənirdi xəbər. Harada? Tikintidə. Aha. Deməli, nə? İşlər. Artıq harada sonra cavab verdisə, deməli, yalnız baş üzv deyil. A olmayacaq. Atam qışda qayıtdı. Nə vaxt? Qışda. B də olmayacaq. Çünki təkcə bizdən mübtəda və xəbər olmalı cümlədə. Qohumlarımın biri sahə rəisi idi. Sahə rəisi xəbər. Kim? Qohumlarımın biri. Hər iki baş üzv deməli, ismi birləşməli ifadə olunduğundan cavab C bəndi olacaq. Sahə həkimi deyə də baxaq. Sahə həkimi Ramiz bizim qonşumuzdur. Bizim qonşumuzdur xəbər. Kim? Ramiz. Hansı Ramiz? Sahə həkimi təyindir. Sərin meh əsirdir. Nə dedi? Əsirdir. Nə? Meh. Necə meh? Sərin meh. Gördüyünüz kimi bu da olmayacaq. 4-cü sual. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir. Baş üzv olmalıdır. Bir də müəyyən şəxsli eyni qayda. Orada kimsə var. Harada? Gördüyünüz kimi bu artıq zərflikdir. A olmayacaq. Qızıl güllər yaz gələndə göz oxşayır. Nə vaxt? Yaz gələndə. Zərflik varsa bu da olmayacaq. Mənə yaman soyuqdur. Soyuqdur kimə? Mənə. Tamamlıqdır. Bu da olmayacaq.
Sənə zəng edən mənim müəllimim idi. Baxın, mənim müəllimim üçüncü nöqtənin söz birləşməsi xəbər. Kim? Kim müəllimim idi? Sənə zəng edən. Bu da nə olacaq? Fe'li sifət tərkibi. Yəni bu cümlə mübtəda və xəbərdən ibarətdir. Onun atası kənddə. Harada zəflik var, olmayacaq. Sual 5. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli sadə cümlədir. Sadə cümlə olmalıdır, müəyyən şəxsli olmalıdır, bir də yalnız baş üzvlərdən ibarət olmalıdır. Əslində baş üzvlərdən ibarət deyirsə, təbii ki, bu sadə olacaq. Sadəcə hərəsindən bir dənə olmalıdır. Yəni 2 mübtəda 2 tamamlıq 2 mübtəda 2 xəbər olmamaq şərti ilə. Baxaq, səyahətə çıxan uşaqları dünən yola saldılar. Yola saldılar kim? Onlar. Bax, bu cür tapmaq lazımdır. Onlar. Bu artıq qeyri-müəyyən şəxsi cümlədir. Biraz səbr etmək, səhərin açılmasını gözləmək lazım idi. Aha, lazım idi xəbər. Nə? Nə lazım idi? Biraz səbr etmək, səhərin açılmasını gözləmək. Bu həmcins xəbərli sadə cümlədir. Mübtədası da olduğu üçün həm də olacaq nə? Müəyyən şəxsli cümlə. Cavab B olacaq. Ulduzlar günəş şəfəq saçanda yoxa çıxır. Nə vaxt? Günəş şəfəq saçanda. Zəflik varsa olmayacaq. Ətraflı müzakirə etdikdən sonra təklifləri düşünüb razılığa gəldik. Kim? Biz. Gördüyünüz kimi heç işlənməyib. Deməli, mübtədası yoxdur. Kəndin kənarında səfalı bir yer, göy çəmənlik, hər tərəf gül çiçək, gözəl mənzərə. Gördüyünüz kimi burada xəbər yoxdur, bitkinlik yoxdur. Demək bu adlıq cümlə olacaq. Bu da olmayacaq. Cavab B bəndə. Burada 2 dənə mübtədanın olması çaşdırmasın. Sadəcə olaraq həmcins mübtədalar sayılır. Çünki hər ikisi bir xəbərlə əlaqəlidir, lazım idi. Ona görə həmcins sayılacaq və sadə cümlə olacaq. Sual 6. Yalnız baş üzvlərdən ibarət ismi xəbərli müəyyən şəxsi cümləni müəyyən edin. Gəlin baxaq. E bəndin birbaşa yağmalanmışdı, fe'li çıxdıq. Sənin A bəndinə baxaq. Sənin kitabının vərəqləri stolun üstündədir. Stolun üstündədir xəbər. Nə? Sənin kitabının vərəqləri. Üçüncü növ təyinli söz birləşməsi. Cavabımız olacaq A bəndi. Gələn qonşumuz Əlinin böyük qardaşıdır. Gələn hansı Əli? Qonşumuz Əli. Deməli olacaq, təyin olduğu üçün B olmayacaq. Diş həkimi Lalə, hansı Lalə? Təyin olduğu üçün olmayacaq. Hadisədən xəbərin varmı? Hadisədən xəbərin varmı? Nədən? Hadisədən tamamlıq olduğu üçün olmayacaq. Cavab A bəndi. Sual 7. İkinci dərəcəli cümlə üzvünün işləndiyi müəyyən şəxsli cümləni müəyyən edin. Gəlin baxaq. Baharın nəfəsi duyulur. Müəyyən şəxsli olmalıdır həm də. Nə duyulur? Baharın nəfəsi. Mübtəda və xəbərdən ibarətdir. Uşaqlar məktəbdən çıxanda günorta idi. Nə vaxt günorta, nə vaxt uşaqlar məktəbdən çıxanda. Burada mübtəda yoxdur, şəxsi cümlədir. General-mayor Polad Həkimov Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqının qürur mənbəyi oldu nə? Xəbər kim? Polad Həkimov. Hansı Polad Həkimov? General-mayor təyin. Cavab olacaq C bəndi. Çünki təyin ikinci növ, ikinci dərəcəli cümlə üzvüdür. D bəndinə baxaq. Şuşanın havasından ötürü burnumun ucu göynəyir. Burnumun ucu göynəyir xəbər, frazoloji birləşməni ifadə olunub. Nə üçün? Şuşanın havasından ötürü. Heç burada mübtəda yoxdur, şəxsi cümlədir. İclasda əsgərlik məsələsinə də baxılırdı. Bu da şəxsi cümlədir. Cavab C bəndi. Sual 8. Biri müəyyən şəxsli sadə cümlədir. Soyuq qış gecələrindən biri idi. Burada soyuq qış gecələrindən biri şəxsi cümlədir.
Şahidlərin məsələsinə baxıldı. Şəhidlərin məsələsinə nəyə, nə baxıldı? Burada tamamlıq və xəbərdən ibarət şəxsiz cümlədir. Cavanların bir qismi müxtəlif cəhlərdə çalışır. Nə edirdi? Çalışırdı xəbər. Kim? Cavanların bir qismi mübtəda. Harada? Cəhlərdə hansı müxtəlif? Demə cavabımız C olacaq. Qaçanı qovmazlar. Üçüncü şəxsin cəmində işləndiyi üçün qeyri-müəyyən şəxsli cümlə. Nəzər salındı. Nəyə? Siyahıya. Hansı? Dünən tərtib edilən. Bu da şəxsiz cümlə olacaq. Cavab C bənd. Sual 9. Biri müəyyən şəxsli cümlə deyil. Bu səfər olmayanı soruşacaq. Nuriye'nin yeganə qızı hüquq işçisidir. Deməli, hüquq işçisi xəbər. Kim? Nuriye'nin yeganə qızı. Bu müəyyən şəxslidir. Arzum həkim olmaqdır. Nədir? Həkim olmaq xəbər. Nə? Arzum. Bu da müəyyən şəxslidir. İnsanın dünyanın şərəfi olduğunu deyirlər. Kim deyir? Onlar. Bildiyimiz kimi onlar işlənməyibsə əgər olacaq nə? Qeyri-müəyyən şəxsli cümlə. Əgər xəbər üçüncü şəxsin cəmindədirsə və mübtəda işlənməyibsə, o olur nə? Ya qeyri-müəyyən şəxsi cümlə, ya da ümumi şəxsli cümlə. Cavab C bəndə. Sual 10. Ay qardaşım, elə o deyilmi vətənimizi gündən-günə inkişaf etdirən? Sual cümləsi haqqında deyilənlərdən biri düzgündür. Deyir, fe'li xəbərlidir. Bunu normal cümləyə çevirək uşaqlar. Ay qardaşım, vətənimizi gündən-günə inkişaf etdirən o deyilmi? Gördüyünüz kimi fe'linin ifadə olunmayıb. A yanlışdır. Mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur. Vətənimizi gündən-günə inkişaf etdirən an ən fe'li sifətdir burada. Yanlışdır. Xəbər fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Təbii ki, bu da yanlışdır. Fe'li sifət tərkibi mübtədadır. Söz sırasında əməl olunmuyor. Yanlışdır. Müəyyən şəxsli cümlədir. Bəli, mübtədasını tapdıqsa, deməli müəyyən şəxsli cümlə olacaq. Sual 11. Ay bacım, elə bu cavan deyilmi bayrağımızı bütün dünyada tanıdan? Bayaqçından tanıdan fe'li sifətdir. Fe'li xəbər. Burada mübtəda nə olacaq? Bu cavan deyilmi? Xəbərimiz budur. Fe'li xəbər deyil. Mübtəda ismi birləşmə. Xeyr, mübtəda da fe'li sifət tərkibinə ifadə olunub. Söz sırasında əməl olunmayıb. Fe'li sifət xəbər fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Xeyr. Təbii ki, mübtədası varsa yenə müəyyən şəxslidir. Sual 12. Biri müəyyən şəxsli sadə cümlədir. Ana, axı bu keçmişi, bugünü, sabahı görməmək korluqdur. Nədir? Korluqdur xəbər. Nə? Keçmişi, bugünü, sabahı görməmək. Məsdər tərkibinə ifadə olunmuş mübtəda. Demək, cavabımız elə A olacaq. Burada ana xitabdır. Tanıyarlar. Xəbər üçüncü şəxsin cəmində. Amma bu hikmətli ifadə atılar sözüdürsə, ümumi şəxsli cümlə olacaq. Ay uşaqlar, göndərdiyiniz məktublara hələ cavab verilməyib. Cavab verilməyib. Nəyə? Məktublara. Burada heç mübtəda yoxdur, şəxsiz cümlədir. Bacarmadığın işdən yapışma. Yapışma. Kim? Sən. Deyə bilərsiniz ki, bəs bu nə üçün olmalı? Çünki burada sən artırmaq olur. Yaxşı, burada sən artırmaq olsa belə, bu D bəndində olan cümlə ümumi aid olduğu üçün, hər kəsə şamil olunduğu üçün bu ümumi şəxsli cümlə olacaq. Çünki mübtədası yoxdur və xəbər hər kəsə şamil olunur. Yəni, bacarmadığın işdən yapışma. Bir növ atalar sözü kimi bir şeydir. Artıq işləməyin vaxtıdır. İşləməyin vaxtıdır. Təkcə xəbərdən ibarətdir. Ona görə olmayacaq. Keçək 13-ə. Biri müəyyən şəxsli sadə cümlədir. Elə bil onu tilsimləmişdilər. Baxın, almışdılar, tilsimləmişdilər.
Xəbər üçüncü şəxsin cəmi mübtədası da yoxdursa, qeyri-müəyyən şəxsi cümlədir. Hər şeydən ötürü dava salmazlar. Burada da xəbər üçüncü şəxsin cəmində, amma burada dediyim kimi xəbər ümuma aiddirsə, yəni hamıya şamil olunursa, ümumi şəxsi cümlə olacaq, yəni qeyri-müəyyən olmayacaq. Keçək o biri suala. Daha doğrusu qalanına. C bəndi. Biz məktəbə çıxanda günorta idi. Bu şəxsi cümlədir, ümumiyyətlə mübtədası yoxdur. Kitablar paylananda oktyabr ayı idi. Oktyabr ayı idi. Nə vaxt kitablar paylananda şəxsizdir. Müəllimlik hamının etirafına görə olduqca gözəl sənətdir. İnşallah elədir. Deməli, sənətdir xəbər. Nə? Müəllimlik. Gördüyünüz kimi mübtədası var, xəbər də var. Olacaq cavabımız E bəndi. 14. Müəyyən şəxsi cümlələri müəyyən edin. Müəyyən şəxsi cümlələri biz nə edəcəyik? Təbii ki, müəyyən edəcəyik. Uzun illərin ayrılığından sonra onu tanımamışdım. Kim? Mən deyə bilirsə, deməli, cavabımızdan biri 1 olacaq. Gecənin bir anı idi. Şəxsi cümlədir. Günəş qüruba enəndə rəngi saralır. Nədir? Rəngi saralır. Nə vaxt? Günəş qüruba enəndə. Aha, bu maraqlı cümlədə indi buna baxarıq. O vaxtdan xeyli keçmişdi. O vaxtdan xeyli şəxsiz cümlədir. Dostum, indi yolçu yolda gərəşdir. Gərəşdir xəbər. Kim? Yolçu. İbtidası varsa müəyyən şəxslidir. Haqqınızda çox söz deyirlər. Kim? Onlar. Deməli, bu qeyri-müəyyən şəxsi cümlədir. Qaydaq 3-ə. Günəş qüruba enəndə rəngi saralır. Saralır. Nə saralır? Rəngi. Əslində rəngi təsirli hal yox, onun rəngi. Yəni günəşin rəngi saralır. Mənsub elçisidir. Deməli cavab olacaq nə? 1, 3, 5. Günəş qüruba enəndə zərfli işdir. Sual 15. Müəyyən şəxsi cümlələri müəyyən edin. Eyni ilə baxaq. Hər şeyin bir kölgəsi var. Nə var? Buna predikativ deyirlər. Suala cavab vermədən xəbər olur. Var. Nə var? Hər şeyin bir kölgəsi. Mübtəda. Nə var? Hər şeyin bir kölgəsi. Üçüncü növ təyin söz birləşməsini ifadə olunur. Cavabımızın biri 1. Uzaqdan baxana döyüş asan gələr. Deməli, asan gələr xəbər. Nə? Döyüş. Mübtədası varsa kimə? Uzaqdan baxana. Bu da olacaq. Bar gətirən ağaca balta çalmazlar. Gördüyünüz kimi üçüncü şəxsin cəminə ifadə olunub xəbər və atılan sözü olduğu üçün, mübtədası da olmadığı üçün olacaq ümumi şəxsi cümlə. Bəyin çeşməsindən su içmə. Bu da hamıya, ikinci şəxsin təkidir, amma hamıya aid olduğu üçün olacaq ümumi şəxsi cümlə. Mübtədası da yoxdur. Hər adamın əkdiyi bitməz. Hər adamın əkdiyi bitməz. Baxaq, nə etməz? Bitməz xəbər. Nə bitməz? Hər adamın əkdiyi. Daha doğrusu, adamın əkdiyi bitməz. Adamın əkdiyi fe'li sifət tərkib edir, amma mübtəda vəzifəsindədir. Hansı adamın? Hər adamın. Mübtəda varsa cavabımız olacaq 1, 2, 5. Belə.